Siz aziz gençler, müstakil Azerbaycan Respublikası'nın ne kadar çetinlikle başa geldiğini derk ederek, müstakil Azerbaycan Respublikası'nın geleceğini koruyup saklayacaksınız. Ben buna eminim. Bugün 2 fevral Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onlara xitaben Azərbaycanın gələcəyi gənclərin əlindədir sözlərini söyləyən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. İlk olaraq 1994-cü ildə Dövlət Gənclər Siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndərin 1997-ci ildə imzaladığı fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq məhz Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra digər MDB və Şərqi Avropa dövlətlərində də bugün qeyd olunmağa başladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bugün Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərə üst tutub deyirəm ki, təhsilə çox böyük fikir versinlər. Çünki bugünkü dünyada bilik, savad ön plandadır. Prezident İlham Əliyev 2005-ci il avqustun 30-da 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialının ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, gənclərin dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə səbəb oldu. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin Gənclər ili elan edilməsi ilə bir daha nümayiş etdirdi. Dövlət başçısının 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı gənclərimizin xaricdə təhsilinə geniş imkanlar yaratdı. Daha sonra 2011-ci ildə Gənclər Fondu yaradıldı. 2013-cü ildə ölkədə ilk dəfə gənclər üçün Prezident mükafatı təsis olundu. Azərbaycan gənclərinin inkişaf strategiyası təsdiqləndi. Bugün regionda yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması dövlətin gənclər siyasətində prioritet istiqamətlərindən biridir. Gənclərin intellektual inkişafının artırılması, elmə marağın stimullaşdırılması məsələsi də bugün ölkəmiz üçün çox önəmlidir. İstedadlı və yaradıcı gənclərin üzə çıxarılması və dəstəklənməsi sayəsində həyata keçirilən tədbirlərin uğurlu nəticələri var. Bugün mədəniyyət və incəsənət sahəsində istedadlı gənclərin dəstəklənməsində dövlət proqramının əhəmiyyətli rolu göz önündədir. Azərbaycan Avropa məkanında gənc ölkə olmasına baxmayaraq, effektiv idarə etmə metodları, insan resurslarının düzgün istifadə və strateji düşüncənin praktiki tətbiqi nəticəsində bir çox sahələrdə regionun lider dövlətinə çevrilməyə bacarıb. Bugün artıq digər dövlətlərə örnək olmağı bacaran Azərbaycan gənclər siyasətində də dünyanın öncüllərindən sayılır. Elə multikulturalizm mövqeyi baxımından da ölkəmiz diqqət mərkəzindədir. Dünyaya tolerantlıq və sözsevərlik örnəyi olan Azərbaycan gəncliyinin qonaqpərvərliyi, intellektual səviyyəsi, ünsiyyət bacarığı ölkəmizdə təşkil olunan bir çox beynəlxalq tədbirlərdə özünü göstərir.
Gənclərimiz idmanda böyük qələbələr əldə edirlər. Bizim başımızı uca edirlər. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Bugün Respublikamızda 43 Olimpiya İdman kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli sərəncamı ilə yüksəliş müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Vətəndaş cəmiyyətinin qurulmasında gənclərin iştirakını şərtləndirən əsas amillərdən biri də ölkəmizdə fəaliyyət göstərən 300-dən artıq gənclər təşkilatlarıdır. Gənclər təşkilatları fəaliyyətinə görə qeyri-hökumət təşkilatları sektorunun ən dinamik qrupu hesab olunur. Gənclərin intellektual, fizik və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai, siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi ilə 2015-ci il yanvarın 26-sında 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyasının təsdiq edilməsi haqqında sərəncam imzalanıb. Bu mühüm sənədin əsas məqsədi Azərbaycanda cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Ölkəmizdə son illərdə geniş vüsət alan könüllülük hərəkatında bacarıqlı və çalışqan gənclər özlərini yaxşı mənada göstərə bilir. Azərbaycanın beynəlxalq nüfuzunun artması, ölkəmizdə müxtəlif sahələrdə beynəlxalq tədbirlərin təşkili, komandasının böyük əksəriyyətinin gənclər təşkil edən könüllülük fəaliyyətini daha da zəruri edir. 1-ci Avropa oyunları, FIFA U17 qadınlar arası dünya çempionatı, Formula 1 Avropa Grand Prix'si, İslam həmrəyliyi oyunları, onlarla belə beynəlxalq səviyyəli tədbirdə 10 minlərlə Azərbaycanlı gənc könüllü kimi iştirak edib. 2020-ci ilin könüllülər ilə elan edilməsi gənclərin bu sahədə olan uğurlu fəaliyyətini daha da genişləndirib. Azərbaycanda genişlənməkdə olan könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Azərbaycan gəncliyi bütün sınaqlarda, istər bəşəriyyətin bəlası olan pandemiya ilə mübarizədə, istərsə də mənfur düşmənlə döyüş meydanında ona güvənən liderinin etibarını və etimadını doğrultdu. Gənclərimiz döyüşlərlə yanaşı, arxa cəbhədə informasiya müharibəsində ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında da fəal iştirak etdilər. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, vətən uğrunda vuruşurlar. Azərbaycan gəncinin vətən sevgisi ruhuna hopub. Ona görə də vətən uğrunda özünü fəda etməyə hər an hazırdır. Vətən müharibəsi Azərbaycan gəncinin, Azərbaycan əskərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bugün ümumilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutan Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Başkomandan cənab İlham Əliyevlə gələcəyə addımlayan, vətənini sevən, onun qorunmasını ən ali amalı sayan Azərbaycan gəncliyi daha böyük nailiyyətlər əldə etmək və qüdrətli Azərbaycanı gələcəyə aparmaq iqtidarındadır. Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdır. Mən gənclər sizə inanıram, sizə güvənirəm.
Gənclərə eşq olsun deyirəm. Sağ olun.